Salam dəyərli şagirdlər, bu gün biz 8-ci sinif kimya dərsliyində 6.7 iyonların təyini mövzusunu başlığı altındakı sualların izahına birgə baxacağıq. Əvvəlcə gəlin öyrəndiklərinizi tətbiq edinə baxaq. Natrium müsbət iyonunu məhlulda hər hansı anion, NO3 mənfi iyonunu isə hər hansı kationla təyin etmək olarmı? Cavabınızı əsaslandırın. Uşaqlar, biz iyonların təyinində belə bir prinsipdən istifadə edirdik. Bu prinsip nə idi? Məhlula elə bir maddə əlavə etmək lazımdır ki, axtardığımız iyondan ya çöküntü əmələ gətirsin, ya qaz ayrılsın, yaxud da hər hansısa bir rəng dəyişməsi baş versin. Natrium duzlarının çox böyük əksəriyyəti neyinirdi? Suda yaxşı həll olurdu. Buna görə də biz natrium müsbət iyonuna istənilən anion əlavə eləsək də ancaq həll olan duz alınar, hər hansısa bir çöküntünün əmələ gəlməsi müşahidə olunmaz. Məsələn, natrium xlor, natrium NO3 və s. kimi duzların hər biri neyinir? Suda yaxşı həll olur. Ona görə də onu hər hansısa bir anionla təyin etmək olmaz. Amma biz natriumu uşaqlar alov sınağı ilə təyin edə bilərik. Mövzunun içərisində qeyd elədik ki, alov sınağı ilə təyin edəndə o neyinirdi? Tünd sarı rəngə boyuyurdu. NO3 mənfi iyonunu isə hər hansı bir kationla təyin etmək olarmı deyil. Biz də öyrənmişdik ki, bütün nitratlar suda yaxşı həll olurdu. Ona görə də NO3 mənfi iyonuna istənilən kation əlavə eləsək də hər hansı bir çöküntünün alınması müşahidə olunmur. İkinci suala baxaq. Şəkildə təsvir edilmiş qurğu hansı iyonun təyini zamanı istifadə oluna bilər? Borunun əyri hissəsinə nə üçün su doldurulub? Uşaqlar, şəkildə təsvir edilmiş qurğu amonium iyonunun təyinində istifadə oluna bilər. Niyə amonium iyonun təyinində istifadə edirik? Məsələn, biz hər hansı bir amonium duzu götürürük. Götürdüm, NH4 xlor. Onun üzərinə hər hansı bir qəlavə əlavə edirəm. Buradan alınır natrium xlor. Üzərinə gəlinsin amonium hidroksid. Amonium hidroksid də neyinir uşaqlar? Amoniak qazına parçalanır və suya parçalanır. Yəni, amoniak qazı ayrılır. Ondan sonra bizə nə deyir? Borunun əyri hissəsinə nə üçün su doldurulub? Uşaqlar, borunun əyri hissəsinə nə üçün su doldurulub deyirsə, baxın bu sudan da bəhs eləyir. Bu su özü su tıxacı rolunu oynayır. Yəni, bu nə deməkdir? Bu, qazın çıxmağına nəzarətdə saxlayır, havanın içəri daxil olmasının qarşısını alır və qazın ayrıldığını qabarcıqlarla müşahidə etmək üçün bizə kömək eləyir. Uşaqlar, amoniak özü nədir? Zəhərli qazdır. Amoniak özü zəhərli qaz olduğuna görə birbaşa havaya yayıla bilir. Kəskin yil və qıcıqlandırıcı qaz olduğuna görə bu su tıxacı da onun yayılmasının qarşısını alır. İndi soruşa bilərsiniz ki, bəs müəllim, niyə amoniak qazının ayrılmasında istifadə olunur? Başqa iyonlarda hər hansı bir xarakterik qaz ayrılması müşahidə olunmur. Məsələn, natrium müsbətdə, kalium müsbətdə, kalsium 2 müsbətdə, maqnezium 2 müsbət iyonlarda hər hansı bir qələvi ilə qızdırsaq, orada NH3 qazının ayrılması müşahidə olmadığına görə biz sadəcə amonium iyonunun təyinində bunu istifadə edə bilərik. Ümid edirəm ki, aydın oldu. Etiketi olmayan iki müxtəlif qabın birində kalium xlorid, digərində isə kalsium xloridin olduğu məlumdur. Bu maddələri bir-birindən asanlıqla necə fərqləndirmək olar? Deməli, bizə nə verib uşaqlar? Kalium xlorid verib, bir də kalsium xlorid verib. Biz bunları asanlıqla necə fərqləndirə bilirik? Alov sınağı ilə fərqləndirə bilərik uşaqlar. Kalium müsbət iyonu alovu nə rəng verirdi? Səhrai rəng verirdi. Kalsium 2 müsbət iyonu isə nə rəng verirdi uşaqlar? Narıncı, qırmızı rəng verirdi. Yəni biz alov səhrai rəngdə görürüksə, bu zaman kalium xlorid olacaq, narıncı qırmızı rəngdə görürüksə, deməli kalsium xlor 2 olacaq. Ən asanlıqla alov sınağı ilə təyin etmək mümkündür. İkinci suala baxaq. İyonların təyini cədvəlindən istifadə edərək OH mənfi iyonu ilə təyini reaksiyalarının məhsulları verilən kationları müəyyən edin. Bu reaksiyaları aparmaq üçün hansı maddələrin məhlullarını qarışdırmaq lazımdır? Uşaqlar, biz nə görürük? Görürük ki, A maddəsi
yaşılımtıl çöküntü əmələ gətirib. Yaşılımtıl çöküntünü də bizə nə əmələ gətirirdi? Ferium OH2 idi. Yəni, ferium 2 müsbət, üzərinə gəlinsin 2 OH mənfi alınırdı ferium OH2 çöküntüsünə. İkincidə bizə verib. B-ni yazdım. Qonur. Qırmızı rəngli çöküntüdür. Bu da nəyə aiddir uşaqlar? Ferium OH3 aiddir. Ferium 3 müsbət. 3 OH mənfi ilə reaksiyaya daxil olur. Alınır ferium OH3 çöküntüsü. Daha sonra C variantında nə görürük? C variantı mavi rəngli çöküntüdür. Mavi rəngləri nə aid idi uşaqlar? Kuprum OH2. Kuprum 2 müsbət. Üzərinə gəlinsin 2 OH mənfi alınır kuprum OH2 çöküntüsü. İndi deyir ki, bu reaksiyaları aparmaq üçün hansı maddələrin məhlullarını qarışdırmaq olar? Gəlin baxaq uşaqlar. Birincidə biz ferium OH2 alırıq. Ferium OH2 almaq üçün, məsələn, ferium xlor2-nin üzərinə natrium hidroksid qələvsini gəlsəm, alaram nə? Ferium OH2 çöküntüsünü, ferium OH2 çöküntüsünü üzərinə gəlinsin 2 natrium xlor. B-də də almalıyıq nə? Ferium OH3. Eyni ilə yazıram. Ferium xlor 3 üzərinə gəlinsin 3 natrium OH alınır. Ferium OH3 üzərinə gəlinsin nə? 3 natrium xlor. C-yə də baxsaq, görürük mavi rənglidir. Məsələn, kuprum SO4-ü götürürəm. Üzərinə gəlirəm. Natrium hidroksidini alıram nə? Kuprum OH2 çöküntüsünü üzərinə gəlinsin natrium 2 SO4. Bu qədər. Bununla da biz reaksiya texniklərini yazdıq. Üçüncü suala da baxaq. Görək orada nə yazıb bizə. İyonların təyini cədvəlindən istifadə edərək şəkildə təsvir olunmuş reaksiyanın hansı maddələrin məhlullarının qarışdırılması zamanı baş verdiyini müəyyənləşdirin. Uşaqlar, gəlin əvvəlcə şəkilə baxaq. Şəkilə görürük ki, maddələr əlavə olunub. Əlavə olunduqca sonda nə olubdur? Ağ rəngli çöküntü əmələ gəlib. Yəni, biz bu reaksiyaları yazmalıyıq. Sonda hansı ağ rəngli çöküntü əmələ gətirirsə, cavabımızı onu götürməliyik. Bizə birinci verib dəmir 2 xlorid, ferium xlor 2, natrium hidroksidlə reaksiyaya daxil olur. Reaksiya nəticəsində nə alınır? Ferium OH2 üzərinə gəlinsin natrium xlor. Uşaqlar, ferium OH2 nədir? Yaşılımtıl rəngli çöküntüdür. Deməli, bu nədir? Olmayacaq. A variantını çıxdıq. B variantına baxırıq. Gümüş 1 nitrat. Argentum NO3. Kalium yodid. Kalium yodid. Yazdıq. Alınır nə? Argentum yod çöküntüsü üzərinə gəlinsin kalium nitrat. Argentum yod nədir uşaqlar? Sarı rəngli çöküntü. Sarı rəngli çöküntü. Deməli, bu da nə oldu? Olmadı. B-ni də çıxdıq. Baxaq, C variantına. Barium xlorid. Natrium sulfat. Alınır nə uşaqlar? Barium SO4 çöküntüsü. Üzərinə gəlinsin natrium xlor. Deməli, nə olacaq uşaqlar? Heç sərgəli olmadı. Natrium xlor. Biz nə görürük? Görürük ki, barium SO4 çöküntüsü əmələ gətirib. Barium SO4 də nə idi? Ağ rəngli çöküntüdür. Elə bizə də ağ rəngli çöküntü lazımdır. Deməli, bizim doğru cavabımız olacaq C variantı. Ümid edirəm ki, izahım aydın oldu uşaqlar. Aydın olmayan hissələri rəy bölməsində qeyd edə bilərsiniz. Kanala dəstək olmaq üçün abunə olmağı, rəy yazmağı, videonu bəyənməyi unutmayın. Gələcək mövzuların izahında görüşənə qədər.